Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Kafellərin üzərin saralmış kirləri asan üsulla təmizləmək olar. Bunun üçün bahalı vasitələrə ehtiyac yoxdur. Adi qap şampununun üzərinə biraz limon duzu əlavə edib qarışdırıram. Qeyd edim ki, qap şampunun adi saç şampunu ilə də əvəz etmək olar. Hazırladığım qarışımı kafelin üzərinə əlavə edirəm. Üzərindən azacıq su əlavə etdikdən sonra şotka yardımı ilə hər tərəfini sürtürəm. Bu qarışımla kranların üzərində təmizləmək olar. Hər tərəfinə yaxşı çəkdikdən sonra ən azı 10-15 dəqiqə saxlayıram. On 15 dəqiqə keçdikdən sonra axar su ilə kafelləri təmiz-təmiz yuyuram. Gördüyünüz kimi bahalı vasitələr olmadan asan üsulla kafeli tərtəmiz etdik. Sizə də bu üsulu sınamağı tövsiyə edirəm. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi unutmayın.